30 illik ümiddir yaddaşına hördüyü. Vətənpərvərlik musiqisinin ön sıralarında yer alan digər dəyərli sənətkarımız Anar İlhamlı Azərbaycan bayrağına, zəfər döyüşü, vətən üçün doğulduq. Azərbaycan əskəri ən igid əskər kimi mahnılar vasitəsilə o qəhrəmanlıq ruhunu notlara köçürüb və ifa edib. Qarşıma çox gözəl bir şeir çıxdı, Darıxmışdı Yurd Yeri adlı. Şeir elə olmalı idi ki, biz o şeirdə bizim 30 illik torpaq həsrətini, itkilərimizi göstərə bilək, eyni zamanda bizim igid oğullarımızın şücaəti, qəhrəmanlığı öz əksini tapmalı idi. Və mən şeiri oxudum, Elçi müəllimlə əlaqə saxladım, onun bu şeirinə mahnı qoşmaq istəyimi bildirdim. Ümidvaram ki, çox gözəl bir marş ərsəyə gəlmişdir və marşın əvvəlində bir şeir parçası, bir hissəsi qiraət olur ki, onu da bizim Respublikamızın əməkdar artisti Azad Şükürov qiraət etmişdir. İnşallah yaxın günlərdə təqdim edəcək. Musiqi ordunun, xalqın və mübarizənin həm rəmzi, həm də səsli ifadəsidir. Vətən uğrunda canını verən şəhidlərimiz sücaətləri ilə dastanlar yazdılar. Onların bu qəhrəmanlığını isə kifayət qədər şeirlər yazıldı, nəğmələr bəstələndi. Bu mahnılar isə özündə həm sevinci, həm də kədəri birləşdirdi. Röya Salmanova, Zaur Haşimov, Telesəhər. Mən canından keçərdim.